2025-ci ildən sonra doğulan uşaqlar diplomların, ofislərin, pensiyanın olmadığı bir dünyada yaşayacaqlar. Neurobiyoloqlar artıq indidən onları nəyə hazırlamaq lazım olduğunu izah edir. Gen beta nəsli doğulduqları andan etibarən süni intellektin norma olduğu ilk nəsildir. Gen Z nəsli internetlə böyüdü. Alfa nəsli planşetlərlə. Amma Gen beta elə bir dünyada doğulacaq ki, süni intellekt artıq hər prosesə inteqrasiya olunub. Təhsil, səhiyyə, nəqliyyat, ünsiyyət. Onlar üçün süni intellektlə danışmaq bizim üçün elektrikdən istifadə etmək qədər təbii olacaq. Onlar texnologiyanı öyrənməyəcəklər, onun vasitəsilə düşünəcəklər. Bu isə tamamilə hər şeyi dəyişir. Təhsil modelindən tutmuş peşə anlayışına qədər. Diplom anlayışı indiki formada yox olacaq. Proqnozlara görə 2035-ci ilə qədər mövcud peşələrin 40-60% ya yox olacaq, ya da tanınmaz dərəcədə dəyişəcək. Bitirinə qədər artıq mövcud olmayacaq bir ixtisas üçün 5 il oxumağın nə mənası var? Təhsil modul sistemə keçəcək, qısa kurslar, bacarıqların portfel və real layihələr vasitəsilə təsdiqi, divardan asılan diplomla yox. Gen beta nəsli ömür boyu öyrənəcək. Bir yerdə 5 il yox, daim kiçik hissələrlə konkret məqsədlər üçün. Ofis anlayışı tamamilə yox olacaq. Uzaqdan iş bu nəsil üçün sadəcə başlanğıcdır. Gen beta uşaqları elə bir dünyada böyüyəcəklər ki, iş yeri bina yox, fəaliyyətlər və əlaqələr toplusu olacaq. Əmək kitabçası, sabit iş qrafiki, başında duran rəhbər olmayacaq. Bu indiki mənada freelance deyil, bu bacarıqlar iqtisadiyatıdır. Vəzifə yox, sənin hazırda nə edə bildiyin dəyərlidir. Pensiya 20-ci əsrin anlayışıdır və 2060-cı ilə qədər mövcud olmayacaq. Pensiya sistemi insanların 20-dən 60-a qədər, yəni 60 yaşa qədər işlədiyi və 70 yaşa qədər yaşadığı dövrdə qurulmuşdur. Gen beta isə orta hesabla 90-100 il yaşayacaq. Mövcud tibbi inkişaf tempi ilə 20-dən 65-ə qədər işləyib sonra 35 il yığımla yaşamaq. Təbii ki, bu riyazi olaraq mümkün deyil. Yeni model çoxsaylı karyeralardır. Həyat boyu 3-5 fərqli peşə, aralarda təhsil mərhələləri, çevik gəlir modelləri, pensiya çıxmaq anlayışı həyat rejimini dəyişmək ilə əvəz olunacaq. Amma tam dayanmaq yox. Gen beta üçün hansı bacarıqlar vacib olacaq? MIT və Stanford mütəxəssisləri əsasları belə qeyd edir ki, tənqidi düşünmə, faktı süni intellektin yaratdığı məzmundan ayırmaq bacarığı, emosional intellekt, maşının heç vaxt tam əvəz edə bilməyəcəyi xüsusiyyət, adaptivlik, panikaya düşmədən istiqaməti dəyişmək bacarığı, kommunikasiya sadəcə yaxşı danışmaq yox, fərqli mədəniyyət və kontekstlərdən olan insanlarla işləmək bacarığı. Gen beta valideynlərinin ən böyük səhvi uşaqları öz dünyalarına hazırlamaqdır. Biz onları yaxşı oxumağa, diplom almağa, stabil iş tapmağa yönləndirməməliyik. Çünki onların dünyasında stabil anlayış olmayacaq. Orada çeviklik, sürət və hər 3-5 ildə bir yenidən öyrənmək bacarığı olacaq. Gen beta uşaqlarına daha doğrusu verilə biləcək ən yaxşı şey hazır cavablar yox, düzgün suallar vermək bacarığıdır. Peşə yox, onu yaratmaq qabiliyyəti. Sabahına zəmanət yox, özünə inan. Özünüzə inanın, özünüzdən müğayət olun.